Muhammed Ali Muhammedi salavatla yad edelim. Dünya ve ahiretimizin abadlığı müqəddəs gecədir. Allah bu gecənin feyzindən və bağışlanmasından bizi məhrum eləməsin. Və Allah-u Teala bizi vilayət yolunda sabit qədəm eyləsin, ağamızın zuhurunu təcil eləsin, müsəlmanların, müşküllərin İmam Zaman Əli ilə həll eləsin inşallah. Və Muhammed Ali Muhammedi salavatla yad edelim. Bismillahirrahmanirrahim. Elhamdülillah. Vessalatu vesselamu ala Resulillah ve ala alihi alillah ve lanetullah a'da'illah minel an ila yevmillah ve emma ba'd qalallah. Bismillahirrahmanirrahim. Ya eyyühellezine amenu kutibe aleykumus siyam كما كتب على الذين من قبلكم لعلكم تتقون أياما معدودات فمن كان منكم مريضا أو على سفر فعدة من أيام أخر وعلى الذين يطيقونه فدية طعام مسكين فمن تتبع خيرا فهو خير له وأن تصوموا خير لكم إن كنتم تعلمون شهر رمضان الذي أنزل فيه القرآن هدى للناس وبينات من الهدى والفرقان فمن شهد منكم الشهر فليصوم ومن كان مريضا أو على سفر فعدة من أيام أخر يريد الله بكم اليسر ولا يريد بكم العسر ولتكملوا العدة ولتكبروا الله على ما هداكم وَلَعَلَّكُمْ تَشْكُرُونَ وَإِذَا سَأَلَكَ عِبَادِي أَنِّي فَإِنِّي قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ فَلْيَسْتَجِيبُوا لِي وَلْيُؤْمِنُوا بِي لَعَلَّهُمْ يَرْشُدُونَ صَدَقَ اللّٰهُ الْعَلِيُّ الْعَظِيمُ. Allah-u Teala Ramazan ayının, oruçluq ayının bağlı Bəqərə surəsinin 3 ayəsində müfəssəl Qur'anında bəyan edir, bəzi mətləbləri Allah-u Teala işarət edir. Bu 3 dənə ayəni qısa tərcümə edək, bütöv tərcümə edək, sonra bu ayələrdə bəzi mətləblər var, bunlara işarə olunmalıdır. Allah buyurur ki, ey iman getirənlər, oruç tutmaq işi, siyam, siyam sizə yazılıbdır, sizə vacib olubdur. Necə ki, sizdən qabaqki ümmətlərə bu vacib olubdur. Bundan ötəri ki, nəticə etibarı olaraq təqva xüsusiyyətinə yiyələnəsiz, təqvaya çatasız. Bu günlər bir ay, əyyamən mə'dudat hesablanıb, ötüb, keçəcək günlərdir. Sürətlə əldən gedən fürsətlərdir. Və hər kəs sizdən əgər xəstə olsa, yaxud səfərdə olsa, bu əyyamdan, bu günlərdən sonra
sonraki günlərdə fəiddətun, o tutmadığı günləri əda edib yerinə qoyar. Və aləl-ləzinə, və o şəxslər ki, yutiqunəhu, taqətləri yoxdur, yaşlılıq və qocalıq səbəbinə görə qabiliyyətləri yoxdur oruç tutmağa, fidyətun, onlar fidyə verəcəklər. Təamu miskin, miskin şəxslərə fidyə verməklə Allah onlar üçün sanki onlar oruç tutmuş kimidirlər. Fəmən tətəvvəə xeyrən, əgər doğrudan da bir dənə kəs tətəvvəə, dalıcandır, gezir, sorağındadır, xeyra, xeyrin sorağındadır, fəhuvə xeyrun, bu bir işdir ki, xeyir elə bundadır. Və ən təsumu, və əgər siz oruç tutsuz, xeyrun ləkum, bu sizin üçün həmən axtardığınız xeyirdir. İn kuntum ta'ləmun, ay kaş biləydiniz. Bu ay Ramazan ayı, yəni şəhr-ü Ramazan, bir dənə aydır. Xüsusiyyəti budur bu ayın. Bu ayın önemli xüsusiyyəti, yəni bu ayın çöhrəsi, xasiyyəti, bu ayın qabiliyyəti, bu ayda olan dəyərlər bunlardır. Əlləzi unzilə fiyil Quran, birinci dəyər. Bu ay ona görə dəyərlidir, bu ay ona görə mühümmidir ki, bu ay asimanla yerin rabitələndiyi anlardır. Yəni vəhy ilə bəşəriyyətin rabitə ayıdır. Müqəddəs kitabların hamısı bu ayda nazil olur. İbrahimə nazil olan suhuflardır, Musaya nazil olan Tövratdır, Davuda nazil olan Zəburdur, Hz. İsa'ya nazil olan İncildir və əl-Züllə Qur'andır. Bu ayda irtibat və rabitə tapıb bəşəriyyət. Allah bu ayı seçib, xüsusi bu ayı seçib, bu ayda rabitəsini 12 aydan bu ayda qurub. Xüsusi rabitəni, ümumi rabitəsi var Allah'ın hər an bəşəriyyət. Xüsusi rabitə bu ayda seçilir. Bir önemli xüsusiyyəti budur ki, bu ay vəhy ayıdır. Allahla mələkut aləminə, aşağı aləmin zabitə ayıdır. Bir xüsusi budur. İkinci xüsusiyyəti budur ki, hodəl-linnas, insanın hidayət olması üçün ən əlverişli aydır. Yəni bu ay hidayət ayıdır. Təlim və tərbiyə ayıdır. Şimdi deyiləcək neyin təlimi və tərbiyəsidir? Bu məsələ. Hodəl-linnasi, insanların hidayəti üçündür. Və bəyyinatin, bəyyinatin, bu ay bir dənə aydır, xüsusi bir aydır. Bu ayda bir dənə qabiliyyət və istedad var. İnsan bəyyinat xüsusiyyətini əldə edə bilsin. Minəl-huda vəl-furqan. Və bu ayda bir dənə qabiliyyət var. Qur'anın sayəsində əlbəttə, Qur'anın sayəsində furqan versin insanlara. Bəs bu ay xüsusi, önəmli qabiliyyəti, o əsl çöhrəsi Allahın yanında əsas xasiyyəti, xüsusiyyəti bağlanılıbdır vəhy ilə rabitəyə, bəşərin vəhy ilə əlaqəsi. İlahi təlimin günləridir. Lakin bu ilahi təlimlə nə əldə gəlir, bəşər nə qazana bilər bundan? 1. Hidayət, 2. Bəyyinat, 3. Furqan. Bunların hər birinin mənası var. İnsanların təlim və
tərbiyə məsələsinə gəldikdə, İslam dininin, yəni Qur'anın və üstəgəl Əhl-i Beyt əleyhissalamın Qur'anın, yəni praktiki tərəfi, həm nəzəri Qur'an, həm əməli Qur'an. Burada mən bir dənə haşiyə çıxım. Qur'an dedikdə yalnız suhuf nəzərdə alınmır. Bu böyük bir məsələdir. 14 əsr bundan qabaq yaranan fikirdir bu. Bu fikir hələ də müsəlmanların içində var. Bu səhv fikirdir. Yəkfinə kitab-Allah. Allahın kitabı teklikdə hidayət edəndir. Səhv sözdür. Ne üçün səhv sözdür? Allah insanla bağlı öz iradəsini iki şeylə təzahür edir. Hansı baxımdan? Pedaqoji baxımdan, təlim baxımdan. Təlimdə iki şərt mühümdür. İstəyir bu ilahi təlim olsun, istəyir bu insanın övlad təlimindən söhbət geçsin, istəyir məktəbdəki təlimdən geçsin. Harda təlim deyilir, təlim deyildikdə avtomatik iki dənə məsələ orada zəruridir. Yəni icbaridir və zəruridir. Onun biri teoriyadır, biri praktikadır. Biz öz həyatımızda, insan cəmiyyətində, insanlar da məcburdular kimisə təlim eləyəndə bu iki dənə xüsusiyyətdən istifadə eləməlidirlər. Yəni biri olsa, biri olmasa təlim baş tutmaz. Biz uşağa yalnız deməklə həqiqəti çatdırsaq, yalnız deməklə. Bu teoriyadır. İstəyir onu təlim edin, tərbiyələndirin. Ancaq danışmaqla. Bu kifayətdir. Danışdığın həqiqətləri gerək özün əməl eləyə biləsən ki, qarşındakını nə eləyəsən? Təlim eləyəsən. Təlimə gətirə bilirsən. Yəni təlimdə iki dənə məsələ şərtdir. Universitet sistemində də bu cürədir. Bugün müasir qeyri-İslami cəmiyyətlərdə universitetlər var da təhsil sistemi. Bütün dünya təhsil sistemində, təhsil sistemi əslində nədir? Təlim deyə təlimdir. Təlimdir də bu. Vaspitaniyadır da bu. Cəmaat nüskedir oxuyurdu 5 il, 6 il, 7 il, 8 il, 10 il. Təlimdir də bu. Hətta qeyri-dindar cəmiyyətlərdə qəbul olunmuş təlim sistemində yenə bu iki dənə şərt zəruridir. Dünyada bir nəfər gedir fizika üzrə 5 il universitet oxuyur. O 5 il onun ixtisasının teori tərəfidir, nəzəri tərəfidir. 5 il oxuyandan sonra axırda onu nəyə təyin edirlər? Bütün tələbəni, praktikaya. Əgər hüququ oxuyursan, laf belə 5 almışsan, əlasısan. Təlim keçməsin hər hansı bir orqanda, bildikləri gedib orada təlim görməsin, praktiki, diplomba nə qoymurlar? Hesab, vurmurlar. Naqisdir o bilgi. Nəzəriyyə var, praktika yoxdur. Yəni dünya da bunu qəbul edir ki, insan təlimində praktika ilə, nəzəriyyə ilə, əməliyyə, teoriya ilə praktika nədir? Zəruridir. Allahın, bunu mən nə danışdım? Buna görə ki, Allah da belədir. Allahın da dini bu cürədir. Allah böyük müəllimdir, baş müəllimdir. Allah da öhdəsinə neyi götürür? İnsanın təlimi kimin öhdəsindədir? Allahın öhdəsindədir. Allah da belə edir bəşəriyyət. Bir teoriya baxımından, kitablar həmən o teoriyadır. Kitablar, vəhyin özü. Məsələn, Tövratda, İncildə, suhuflarda, Qur'anda, bunlar Allahın bəşər üçün göndərdiyi teoriya baxımından sözlərdir. Bunlar teoretik cəhətdəndir.
Amma nübüvvət və imamət ki, bu vəhyin kənarında həmişə olur. Peyğəmbərsiz kitab gələ bilər. Peyğəmbər ola ki, ona kitab gəlməlidir. O kitab Allahın teori cəhətdən deyilər. O ki, hər kitabın yanında ya Peyğəmbər olub, Peyğəmbər olmayanda Peyğəmbərin ardıcıl işlərini imam aparır. Nübüvvət və imamət həmən teoriyanın hansı tərəfidir? Praktiki tərəfi. Allah da belə eləyir. Peyğəmbərlərdən sonra möminlər də, müsəlmanlar da istəsələr ki, cəmiyyəti islah eləsinlər, tərbiyə eləsinlər, bizlərdir. Biz də məhkum bu qanuna. Biz də danışmaqdan əlavə neynəməliyik? Göstərməliyik. Göstərməliyik ki, cəmiyyət bunu qəbul eləsin. Biz cəmiyyətə deyək, ədalətli olun, özümüz ədalətsizlik edəyik. Məsələn, bir-birimizə pul ataq. Bu, hədisləri də bilirəm, ayələri də bilirəm, borc məsələləri də bilirəm, əhşamı necə əzbər bilirəm. Amma gələndə praktikaya, mən bu məsələnin praktiki tərəfini həyata keçirməsəm, qarşı tərəf baxmayacaq sənin nəzəriyyəvə. Qarşı tərəf baxacaq praktiki tərəfə. Praktiki tərəf çox mühümdür. Əslində insanları Allah dininə gətirən insanların praktiki tərəfidir, danışığı yox. Peyğəmbər çox danışmıyor ki. Mən bir dəfə araşdırdım, məsələn, sual verərsiniz ki, Şərqi Asiyaya, bilirsiniz, dünyada müsəlmanlar keyfiyyət baxımından demirəm, saya görə ən çox harda yaşayır? Şərqi Asiyada, İndoneziyada neçə milyon, Kitayda neçə milyon, Hindistan'da neçə milyon. Məsələn, dünya müsəlmanlarını hesablasın bu tərəfdəkiləri. Heç oranın 5'te biridir. Əsas massa hardadır? Asiyanın şərqindədir. Şərqdədir əsas İslamın sayca. Çox maraqlıdır ki, bu İslam necə gedib çıxıb ora? İnteqrasiyadan söhbət gedir. İnteqrasiya var da, bir şey, bir məktəb, bir əqidə, bir mədəniyyətin inteqrasiyası var. İndi Avropanın inteqrasiya mədəniyyəti necə gəlib girir müsəlman cəmiyyətlərə? Necə gəlib bizim evimizin içinə girir? Necə gəlib bizim övladlarımızın beyninə girir? Necə bu gün cəmiyyətə təhkim olub, o bir ayrı mövzudur. İndi söhbət bundan gedir ki, İslam necə inteqrasiya edib 5000, 6000 kilometr olursa coğrafiyaya? Bu necə gedib çıxıb ora? Bugün Kitayda məsələn neçə milyon müsəlman? Bunlar necə yaranırlar orada? İslam gelib necə çıxıb ora? Bu çox maraqlı bir tematikadır, müasir temadır bu. Buna deyirlər inteqrasiya və inteqrasiya marşrutu. Məsələn, necə oldu ki, Əhl-i Beyt məktəbinin maarifi yarandı Səudi Ərəbistanında. Səudi Ərəbistanında. Möhkəmləndi İranda. Bu necə olur? Necə baş verir? Bu inteqrasiya marşrutu. Ola bilər ki, bir məsələ yaransın dünyanın bir nöqtəsində, kamal tapsın başqa nöqtəsində. Çox qəribə məsələdir bu. Allah Teala buna Quranda da işarə edir. Müsəlmanlara deyir Allah Teala. Deyir, əgər siz bu dini qalxızmasaz, bir dənə ümmət gətirərəm. Bir insan yaranar, bir insan dəstəsi yaranar. Onlar mənim dinimi neynəyərlər? Kamala çatdırarlar. Yəni, harada gəlib məsələdir. Yəni, bu söz ki, bugün Vəhabilər deyir, İslamın mərkəzi Ərəbistandır, bu səhv sözdür. Yəni, nümunə kimi deyirlər ki, mərkəzi o səhv sözdür bu. Çox şey, çox yerdə yaranıb, başqa yerdə inteqrasiya tapılır. Başqa yerdə təkmil olub, başqa yerdə öz həqiqətini tapıb deyil. Mən bir tərəf araşdırdım ki, o İslam ki, indi Şərqi Asiyada var, o hansı vasitə ilə gedir? Bir budur ki, alimlər görək olaydı, onlar ezamiyyət olaydılar o. Bir yolu budur. Necə ki, Peyğəmbər öz zamanında bu sistemi qurmuşdur.
Kimləri göndərirdi məntəqələrə? Əli əleyhissalamı Yəmənə göndərirdi, Əbazəri indiki Livana göndərirdi, Abdullah ibn Məsudi Misirə göndərirdi. Bu formada. Yəni müəyyən yetişmiş adamları, İslam mədəniyyətini bilən adamları müəyyən məntəqəyə ezam edirlər. 3000 kilometr, 1000 kilometr. Ola gedirdilər, oradakı xalqla qaynayırdılar, qatışırdılar. O xalqı İslama getirirdilər. Belə deyirdi ki, ərəblər məsələn bir 100 dənə ailə qoşulurdu, gedirdi, məsələn, mədaində yaşayırdı, bu cür İslamı təbliğ edirdi. Yox, o dördü, Peyğəmbərin üslubu bu dördü. İndi bizdə təxminən bu cürədir. Azərbaycanlılar gedir bir dənə, hansısa bir, məsələn, 3000 kilometr ayrı bir məntəqəyə, istəyirlər orada İslam yaratsınlar. O İslam da fırlanır ancaq o tayfanın içində. Bu, üsul-i ənbiya və üsul-i əhl-i beytdir. Siz diqqət edirsiniz, görərsiniz ki, İslam dininin Salavat-ı Şerif Muhammed Kızara özür istedim. Bu metodologiya, bu üsul, bu rəviş gerek biz Əhl-i Beyt Aleyhisselam'dan ve Hazreti Peygamber'den neyi? Baha göre bu hansı üsuldür? Mesela o şəxslər ki, bu sistem ki İslam'da var idi, integrasiya mədəniyyəti, integrasiya mexanizmi, söhbət İslam və vəhy mədəniyyətinin ilahi təlimin digər regionlarda, digər geografiyalarda, digər coğrafyalarda integrasiya olunması məsələsi. Bu hansı formadaydı? Bu çox mühüm məsələdir. Biz buna diqqət eləməliyik ki, bu rəveş, İslami rəveş hansı qaydadadır, hansı üsuldadır? Biz görürük ki, məsələn, tarixi oxuyuruq, görürük ki, bəzən İslami mədəniyyətin integrasiyasında xüsusi adamlar olmayıblar. Adi möminlər olur. Adi. Məsələn, Çində İslamın başlamağı, zuhuri, tarih kitabları yazır ki, bir dənə tacirin vasitəsilə baş verir. Adi bir dənə tacir idi. Bu tacir məlumdur ki, bu İslamın ideoloji, fəlsəfi tərəflərində bilmirdi ki, alim deyirdi ki, bu. Sadə bir dənə tacir idi. Amma o qədər ki, dindən bilirdi, ona əməl edən adam idi. O dəyərlərə demirdi. Praktiki neydi? Riayət edirdi. Bu adam tacir idi, yəni Çinə mal daşıyırdı. Ticarəti ilə o xalqın içində, o bütpərəst xalqın içində ticarətdə vəhyin dediyi qaydalarla rəftar elədi, yəni praktika göstərdi. Az bir müddətdə o cəmaat ona məftun oldular, onun o praktiki tərəflərini gördülər. O adam yavaş-yavaş məşhurlaşdı. Hətta deyirlər, Çin imperatorunun məsləhətçi məqamına yüksəldi. Ağlına, etibarına və rəftarına görə. Ondan sonra ilk məscidi də o adam tikdirib orada. Bu çox mühümdür. Mən bunu niyə misal vurdum? Bəhsimiz deyil əvvəldə. Teoriya və praktika. Təlimdə içiş məsələ şərtdir. İstəyir bizim bugün din təbliğ eləməyimizdə bu mühüm şərtdir. Biz istəyir ki, məsələn, Əhl-i Beyt maarifini bu məntəqədə böyüdək. Bu məntəqədə integrasiya edək bunu cəmiyyətə. Burada ancaq teoritika kifayətdir. Buranın məntəqədə olan xalqlarla praktiki rabitə olmalıdır. Praktiki ünsiyyət olmalıdır. Bunlar bizdən ədalət görməlidirlər. Bunlar bizdən iman görməlidirlər. Bunlar bizdən təqva görməlidirlər. Bunlar bizdən rəftarımızda düzlük görməlidirlər. Ta bu xüsusiyyətlərlə bunlarda nə yaranmalıdır və vəzifə də budur.
bəşəriyyətin islahı hansı formada olacaq? Biz eləyə bilmərik bu mədəniyyəti gətirək, bir qrupun içində bu mədəniyyəti burada təbliğ eləyək, irşad eləyək və bu mədəniyyət ancaq sərhədlənmiş bir dairənin içində neyləsin? Fırlansın. Yox. Mühüm vəzifələrdən biri də burada məntəqədə, bu regionda, bu geografiyada olan xalqlara bu mədəniyyəti nə eləməkdir? İnteqrasiya eləməkdir. İnteqrasiya eləyib mədəniyyəti kökləndirirsin. Bir qrupun içində Əhl-i Beyt məarifinin inkişafı bu geografik baxımından təsir qoymur o cəmiyyətə. Bizim üstümüzdə fırlanır. Biz Hüseyin deyirik, ağlayırıq, başa düşürük də biz. Bunu eləmək lazımdır. Ötürmək lazımdır. O birisi cəmiyyətə. İnteqrasiyanın zatlarını yaratmaq lazımdır. Məktəbin yaratmaq lazımdır. Mexanizmin yaratmaq lazımdır. Bu bir məsələ. Ki Allah Müteal da öz vəhyini iki üslubda təqdim edir. Bir teori tərəf, teoriyası onun kitabıdır. Vaxtı olanda, düz olanda bunu İncil həyata keçirir, vaxtı düz olanda bunu Tövrat həyata keçirir, Zəbur həyata keçirir. Lakin heç bir yerdə biz Qurana baxanda görmürük ki, fəqət kitab nazil olsun müəllimsiz. Bunlar birbirinin yanındadır. Vəhy gəlir, vəhyin paralel olaraq vəhyin yanında mütləq bir dənə praktiki nümunə mövcud olur. Yəni biz istəyirik deyək ki, o adamlar ki deyirlər yəkfinə kitab Allah, Allahın kitabı kifayətdir. Bugün dünyada düşmənin, yəni İslamın əleyhinə olan məktəblərin təbliğatının ana xətti budur. Düşmən bu düşüncəni yayıb müsəlman cəmiyyətinin içində, xüsusən Vahabiyyətin əleyhinə. Ki kitab bəs edilir. Kitab bəsdir. Ara cəmaatında, beynində, zehnində bu təfəkkürdür. Biz İslamdan danışanda tez deyir, Quranda ayəsi var. Bugün məsələn biz baxırıq televizora, sosial şəbəkələrdə çıxıb danışan adamlar deyirlər İslamda filan şey yoxdur. Hansı məntiqlə deyirlər İslamda filan şey yoxdur? O Quranda yoxdur, deməli İslamda yoxdur. Əgər məntiq budursa ki, Quranda bir şey yoxdur, İslamda yoxdur, bu səhv sözdür. Quranda vəhyin teori tərəfidir, praktiki tərəfi Ənbiyanın həyatıdır, Əhl-i Beytin həyatıdır. Biz onları qoysaq kənara, biz əslən vəhiylə nə edə bilməliyik? Təlimi nə edə bilməliyik? Ala bilməliyik. Çünki təlimin iki şəkli, teoriya və praktika. Biz deyirik, Quran Allahın iradəsinin yazılı şəkli, yəni teori şəkli. Əymə-i əthaf, Quranın dili şəkli, praktiki şəkli. Məsələn, Quranda bir dənə dəyər var, bu teoriyadır. Allah deyir ki, lən tənalul birrə hətta tunfiqu mimma tuhibbun. Quran-ı Kərimdə ayət var. Allah təala deyir ki, heç kəs yuxarı məqama, o bir məqama, kəmala, soverşenstvuya çata bilməz, insandan gelir söhbət. Məgər sevdiklərindən keçməsin. Bu teoriyadır. İndi bir nəfər deyər ki, ilahi pərverdigarı, yaxşı teoriyadır, əla teoriyadır, başa düşdük, marşrutu bildik, nəzəriyyəni başa düşdük. Bunun nümunəsini hardan tapar? Ola bilir bir şey. İmam Hüseyin Aleyhisselamın aşurası, səhabələrin din yolunda çalışmaq həyat tərzləri, şəhidlərin həyatı, sonraki uləmaların həyat tərzi, onların neydi? O sözün neydi? Praktiki tərəfi. Yəni praktiki tərəfi olmasa təlim tamamlanmır. Bir səlavaz işləyir. Hidayət məsələsi, təlim və tərbiyə məsələsi köklənibdir insana. Hidayətdə məqsəd, hədəf insandır. Lakin insanın təlimi məsələsi qoyulmamışdan əvvəl insan təlimə
məcburdur, insan həyatında təlim zəruridir ya təlim zəruridir. Bu mövzudan əvvəl insanın özü müəyyən olunmalıdır. İnsan bir varlıq olaraq insanın inkişaf və tənəzzül proqramı, mexanizmi hansı formadadır? Ümumiyyətlə, insanda həm təkamül prosesi necə baş verir, həm tənəzzül prosesi necə baş verir. O ki, bizim əlimizə gəlib və ustadlar, alimlər bizə öyrədiblər, insan ibarətdir biyoloji və material tərəfdən. Bu insanın bir yaradılışıdır. Quran da insanın yaradılışına iki cür yanaşır. Bir insanın ruhi yaradılışından danışıb Allah Teala Quranda. Bir də Allah insanın mənəvi, maddi və biyoloji yaradılışına işarə edir. İnsan iki yaradılışa sahibdir. Bir, onun material və biyoloji, fiziki tərəfidir, bu yaradılışıdır. Bir də insanın ruhi və mənəvi yaradılışıdır. İnsanın ruhi və mənəvi yaradılışı üç mərhələdir. Birinci, hər bir insan, burada bir insanın müsəlman ya qeyri-müsəlman olması məsələ deyil. Yəni, bütün insanlar üç tərkibdən ibarətdir. Hər bir insanın özünə məxsus bir dənə dünya görüşü var. Baxışları var, hesab etdikləri var. Və hər bir insanın da o hesab etdiklərinə müvafiq bir dənə qəlbi mövcud durumu var. Və hər bir insanın o qəlbi mövcud duruma əsasən, onun asnavaniyasında bir dənə özünə seçdiyi nə var? Həyat tərzi var. Bəs insan ibarətdir nə istədən üç hissədir. Düşüncələri, mövcud qəlbi durumu və onun həyat tərzi. Üç dənə şeydə, mərhələdə insan özünü göstərir. Çox düşünüləsidir ki, insanın qəlbini formalaşdırmaqda maya ibarət düşüncədən. Sağlam düşüncədən, sağlam hesab etmək. Buna görə biz Quran oxuyanda görürük ki, Quran hələ şəriət əhkamını bilməmişdən qabaq, həyat tərzinin təqdimatından əvvəl Quran nə ilə məşğuldur? Bəşərin nə ilə məşğuldur? Düşüncəsi. Bu düşüncə, etiqad məsələsi çox mühümdür. İnsan ola bilər, ibadət eləsin, şəri baxımdan, əhkam baxımından qiyamı da yerindədir, rüküsü də yerindədir, səcdəsi də yerindədir, dəstəmazı da səhihdir. Risalə ilə tam müvafiq. Bu hal ola bilər insanda. İnsan tam Risalə ilə müvafiq yaşayır. Amma hesab etdikləri, Qur'anın hesab etdikləri ilə müvafiq deyil. Məsələn, Allah Teala buyurur ki, "Əfəhəsibtum ennəmâ xələqnâkum əbəsən." Məsələn, hesab edirsiniz ki, bu varlıq aləmi öz başınadır, əbəsdir, məqsədsizdir. Ola bilər insan ibadət eləsin, amma varlıq barəsində ona sual verəsən, nəticəsi bu olsun ki, o elə bilir ki, aləm hədəfsizdir. Ya bilir ki, məqsəd var, amma özü məqsədsiz yaşayır. Bəs Qur'anın bizi başa salmaq istədiyi məsələlərdən ən mühümmi hesab etdiklərimizi düzəltməkdir. Məsələn, şəhidlərlə bağlı Allah Teala neyi vurur ayədə? Bəşərin hansı xüsusiyyətini vurur? Hesab etmə məsələsinə işarə edir. Bunu siz hesab etməyin ki, Allah yolunda ölənlər nədirlər? Qətl olanlar nədirlər? Ölürlər. Məlumdur ki, burada nə məsələ var? Düşünmək məsələsi var. Birinci məsələ ki, bizim öhdəmizə düşür, İslami məfkurədə olmağımızdır. Hər mövzuda, müxtəlif mövzularda biz girik ona sahib çıxaq, İslami məfkuriyə. Bizim fikrimiz, düşüncələrimiz İslami qaydada olmasa, sağlam və səhih düşüncələr əsasında olmasa, təbii ki, bizim o nravstvenliklərdə usta, qəlbi durumumuz da nə olmayacaq? Yerində olmayacaq.
Qəlbi durum yerində olmayacaq, həyat tərzi də yerində olmayacaq. Çünki insan nə ilə yaşayır? Məhəbbət elədikləri ilə yaşayır. İnsanı idarə edən həyatda nədir? Məcazıdır, sevgisi. Sevgilər gərək nə olsun? Bəzən insan çox qəribədir. Sevilməli olan şeylərə nifrət edir. Nifrət olunmalı şeyləri sevir. Səbəb nədir? Səbəb hesab etdiklərinə qeyilmalıdır. Hesab etdiklərində bəzi nələr var? Nöqsanlar var. Məsələn, hələ bəşər bunu başa düşməyib və hesab eləmir ki, varlıqda bir nəfər hadi mütləq və zəruridir insanın təlimində. Bu, bəşərin bugün başa düşmədiyi və hesab etmədikləri həqiqətlərdən biridir. Çox yer üzündə nə qədər adam başa düşür bunu? Hətta ibadət edənlərin içində bəzi insanlar heç başa düşmür bunu ki, varlıqda, bəşər həyatında mütləq bir dənə nümayəndə ilahi hər zaman olmalıdır. Əvvəlcə insan bunu başa düşsün, bu məsələdə yəqinə çatsın, anlasın ki, bu böyük bir həqiqətdir. Bu həqiqət kimi başa düşəndən sonra səndə buna nə yarana bilər? Çatmaq. İntizar fəlsəfəsi, intizarda olmaq. Bizim intizarla yaşamağımız bağlıdır neyimizə? Düşüncələrimizə. Orada düşüncədə bəzi səhvlər var. İnsan hələ bu qənaətə gəlməyib ki, varlıq aləmində hər zaman ilahi bir dənə hüccət olmalıdır. Onu başa düşmür. O hesab eləmir, nağıl kimi yaşır. Hətta Allahümmə kulli vəliyikəl Hüccət ibn Həsən duasında oxuyur. Onlar zahir damsın. Onları oxuyur, onları deyir. Amma bu ki, bu adam özünə inandığı kimi inanır ki, varlıqda bir dənə ilahi bir dənə rəhbər mövcud deyil və Allahın iradəsini bəşər cəmiyyətində bu tərənnüm edir və bu iradənin tərənnümündə mənim yerim nədir? Mən burada nə rol oynamalıyam? Bu sonraki mərifətlərdir. Əvvəl gəlir ona nə tapsın insan? Yəqin tapsın. Bəs insan çox işləməlidir düşüncələrinin üstündə. Bəzən bizim düşüncələrimiz səhvdir deyənə dini fədakarlığımız azdır. Dini fədakarlığı nə yaradır? Düşüncələr. Siz tarixə baxın, alimlər olub ki, 50 il ömür sürür, məsələn, özünü tanıyandan, ya 80 il ömür sürür. O qədər fəal olub ki, bu işlərdə. Biz baxırıq, dəhşətə gəlir, yəni insan ömrü necə məhsuldar ola bilər ki, bu nə qədər ədəbiyyat yazıb bu adam? Ya məsələn, möcüzədir, baxanda məsələn, Allah rəhmət eləsin, Əllamə Əminin həyatını. Çox möcüzəli bir həyat. İnsan nə qədər məhsuldar ola bilər? Məsələ budur ki, bunun arxasında nə durur? Yəqin. Yəqin. Biz niyə bəzən süsləyik? Çünki hesab etdiklərimizin içində hələ çox hesab elədiklərimiz var ki, səhvdir, düz hesab eləmir. O hesab etdiklərimiz düzəlsə, bu yandan işlər də düzəlir. Fədakarlıq da artar. Baxıb görürsən ki, fədakar insanların məntiqindən görürsən fərqli məntiq olurdu. Bunun həyatına fərqli məntiq hakim keçir. İnsan ha vaxt məntiqi fərqlənir, o vaxt ki, hesabı düzəlir. Başqa cür bax. Mən niyə həyatı çox sevirəm? Dünyanı çox sevirəm. Məişətə bu qədər bağlanmışam. Amma baxıram səhifənin o tərəfinə görürəm bir dənə insandır, məntiqi fərqlidir bunun. Dünya ilə bağlı bunu hesab etdikləri fərqlidir. Bu kağız yazır qoyur cibinə ki, şəhid olur, bədəni tikə-tikə olur bu adamın, tikəsini də tapa bilmirlər. Başından, paltarından bir kağız çıxır, mən vəsiyyət, mən arzum bu idi ki, mənim bu dünyada qəbrim tapılmaz. Qəbrim olmaz. Görürsən, bu hara bağlanır? Bu fədakarlıq, düşüncələr. Bu çox mühümdür. Qədir gecəsi bir cəhətdən düşüncə gecəsi. Düşüncəli keçirmək bu gecəni. Varlıq barəsində düşünmək. Varlığın məqsədi barəsində düşünmək. Özün barəsində düşünmək.
hansı səviyyədəsən onu müəyyən eləmək. Mən bu yerə nə qayırmışam, nə eləmişəm. Və bu düşüncələr əsasında insanın oyanışıdır. Bu gecənin bir adı Əhya gecəsi. Əhya yəni nə? Adı var da Quranda Qədir. Bu Əhya nədir sonra? Əhya hardan çıxıb? Niyə Əhya? Əhya həyy sözüdür, dirilmək. Bu gecə böyük bir fürsətdir ki, insan dirilsin. Nədə dirilsin? Biyoloji yox, biyoloji yox. Mənən dirilsin. Mənəvi diriliş gecəsidir. Fəqət oturmaq və səhəri sübhəcən oturub keçirmək, demək, gülmək, çay içmək gecəsidir. Bu gecə böyük bir dənə fürsətdir ki, insan özü təklənsin özü ilə və onların hamısını düşünsün. Əvvəl hədəf barəsində düşünsün. Mənim bu həyatımda bu hədəfə nə qədər çatmışam? Hesab eləsin, öz həyatını hesab eləsin. Nə qədər vermişəm, nə qədər almışam, nəyə çatmışam, nəyə çatmamışam ki, çatmalıyam. Bunlar çox mühümdür. Allah mütəal bizi bu gecənin oyanışından məhrum eləməsin. Allah mütəal bizi Əhl-i Beyt-i Qur'anın məarifindən ayrı salmasın. Allah bizi can verəndə, ihtizar halında, qəbrin əvvəl gecəsi, axirət mənzillərində bu günün şəhidindən və onun övladından ayrı salmasın. Allah bizi Əmirəl-Mümininin vilayətində qədəmlərimizi titrətməsin. Allah mütəal sabahımıza, nəslimizdən, övladlarımızdan Əhl-i Beytə xadimlər qərar versin inşallah. Allah mütəal bu məktəbin dirçəlişində və bütün dünya xalqlarına bu pak mənəviyyatın, bu pak mədəniyyətin, bu pak kulturanın yayılmasında, inteqrasiyasında Allah bizə yardım eləsin. Allah mütəal nəsib eləsin imamımızın zuhurunu və zuhura qədər olan işlər ki var imamın zuhuruna qədər görülməlidir. Allah bu işlərdə bizi şərik qərar versin. Allah ömrümüzə bərəkət versin. Allah rəhm eləsin bu gecənin mərhəmət və məğfirətindən bizi ayrı salmasın. Vəssalamu aleykum və rəhmətullah. Allah salamat versin.
بموسى بن جعفر 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 عليه السلام بعلي بن موسى 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 عليه السلام بمحمد بن علي 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 عليه السلام بعلي بن محمد 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 عليه السلام بالحسن بن علي 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 عليه السلام بالحجة 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 أجر الله تعالى فرجه الشريف إلهي أظلم البلاء وبرح الخفاء وانكشف الغطاء ظلت الرجاء وزاغت الأرض ومنعت السماء وأنت المستعان وإليك المشتكى وعليك المعول في الشدة والرخاء اللهم صل على محمد وآل محمد أولي الأمر الذين فرزت علينا طاعتهم وعرفتنا بذلك منزلته
ففرج عنا بحقهم فرجا عاجلا قريبا كلمح البصر أو هو أقرب يا محمد يا علي يا علي يا محمد يا محمد يا علي يا علي يا محمد يا محمد يا علي يا علي اكفياني فإنكما كافيان وانصراني فإنكما ناصران يا مولانا يا صاحب الزمان الغوث 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 أدركني 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 الساعة 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 العجلة العجلة العجل يا أرحم الراحمين بحق محمد وآله الطاهرين زانمي يندر hicran ey nigarım hardasan zalimi yandırdı hicran ey nigarım يا كريم يا رحيم يا عظيم يا قديم يا عليم يا حليم يا حكيم سبحانك يا لا إله إلا أنت الغوث الغوث خلصنا من النار يا ولد يا سيد السادات يا محيب الدعوات يا رافع الدرجات يا بني الحسنات يا غافر الخطيئات يا معطي المسألات يا قابل توبات يا سامع الأصوات يا عالم الخفايات يا دافع البلايات سبحانك يا من النار يا خير الغافرين يا خير الفاتحين يا خير الناصرين يا خير الحاكمين يا خير الرازقين يا خير الوارثين يا خير الحاملين يا خير الذاكرين يا خير المنزلين يا خير المحسنين سبحانك يا لا إله يا من له العزة والجمال يا من له قدرة والكمال يا من له الملك والجلال
من هو سريع الحساب يا من هو شديد العقاب يا من عنده حسن الثواب يا من عنده الكتاب سبحانك يا لا إله إلا أنت اللهم إني أسألك باسمك يا حنان يا منان يا ديان يا برهان يا سلطان يا رضوان يا غفران يا سبحان يا مستعان يا ذا المن والبيان يا من توازع كل شيء لعظمتي يا من استسلم كل شيء لقدرتي يا من ذل كل شيء لعزتي يا من خزع كل شيء لهيبتي يا من قاد كل شيء من خشيتي يا من تشققت الجبال من مخافتي يا من قامت السماوات بأمري يا من استقرت الأرضون بإذني يا من يسبح الرعد بحمده يا من لا يعتدي على أهل مملكتي يا غافر الخطايا يا كاشف البلايا يا منتهى الرجايا يا منزل العطايا يا واهب الهدايا يا راضي البرايا يا قاضي المنايا يا سامع الشكايا يا باعث البرايا يا مطلق الأسرار يا ذا الحمد والثناء يا ذا الفخر والبهاء يا ذا المجد والسناء يا ذا العهد والوفاء يا ذا الأفض والرضا يا ذا المن والعطاء يا ذا الفضل والرضا يا ذا العز والبقاء يا ذا الجود والسخاء يا ذا الآلاء والنعماء سبحانك